dəstəmaz alarkən hər üzvü yuyəndə dua etməyin hökmü nədir? Dəstəmaz alarkən hər üzvü yuyərkən duanın hökmü nədir? Yəni, bugünkü gündə görürük ki, bəzi təriqətlərdə dəstəmaz alarkən üzü yuyərkən dua oxuyurlar, əli yuyərkən dua oxuyurlar, ayağı yuyərkən dua oxuyurlar, başa məs çəkərkən dua oxuyurlar. Yəni, hər üzvü yuyərkən dəstəməzdə görürsən ki, dua oxuyurlar. Məsələn, görürsən ki, üzünü yuyur, belə dua edir ki, Allahım, üzlər qaraldığı gün sən mənim üzümü ağ etkinən və yaxud da görürsən ki, əlini yuyərkən deyir ki, kitabımı sağ tərəfdən verginən və s. kimi. Ümumən, dəstəmaz alarkən, üzvləri yuyərkən, hər üzvü yuyərkən dua oxumaq Peyğəmbər sallallahu aleyhi və səlləmdən sabit deyil. Sadəcə sünnədə gələn odur ki, bir insan dəstəmaz almağa başlayarsa, dəstəmaz başlamazdan əvvəl Bismillah deyir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur, Lə vudu'a limən ləm yəzkur ismullahi aleyhi. Dəstəmaz alarkən Allahın adını zikr etməyən, yəni Bismillah deməyənin dəstəmazı yoxdur. Və dəstəmazı bitirdikdən sonra da sünnədir ki, müsəlman dəstəmazın bitirdikdən sonra dua oxusun. O dua da İmam Muslim rivayət edib, Abdullah ibn Məsud radiyallahu anh hədisində gəlir ki, deyir, İdə farağa minəl vudu, Peyğəmbər sallallahu aleyhi ve sellem dəstəmaz alıb qutardıqda bu duanı oxuyardı. Əşhədu ən la iləhə illallah vəhdəhu la şərikə ləh və əşhədu ənə Muhammədən abduhu və rasuluh. Allahümmə cealni minət-təvvabin və cealni minəl-mutatahhirin. Sünnədə gələn budur. Başlayarkən Bismillah demək, dəstəmazı bitirərkən, tamamlayarkən o birisi duanı oxumaq. Sünnədə gələn budur. Amma hər üzv yuyərkən dəstəmazın üzvlərindən bir duanı oxumaq, bu artıq bidət sayılır və hər bir bidət də zəlalətdir. Çünki bu haqda Peyğəmbər sallallahu aleyhi və səlləmdən səhih heç bir şey rivayət olmayıb. Bu haqda geniş danışır Şeyx İbn Ütheymin rahimehullah Fətvalar kitabında. Daha geniş təfsilat istəyirsinizsə, inşallah qaydın Şeyx İbn Ütheymin fətvalarına, orada bunu tapacaqsınız. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.